Salamlayıram sizi müəllimlər. Bu günləri sizə təlimlərimiz haqqında məlumat vermək istəyirəm. Müəllimlərin işə qəbulu test mərhələsi üçün, sertifikasiya test mərhələsi üçün, nitq təlimimiz və həmçinin də təlimçilik üzrə təlimimiz nəzərdə tutulur. Əlbəttə ki, bizim P4C təlimimiz də var ki, həmin təlimdə siz uşaqlar üçün müəyyən strateji texnikalardan necə istifadə etmək və şagirdlərinizə fəlsəfənin düzgün şəkildə mənimsədilməsini formalaşdıra bilərsiniz. Müasir təlim modellərindən istifadə etməyi necə bacarmalısınız, bunun üçün nə etməlisiniz və ən əsası da diqqət edəcəyiniz məqam budur ki, bir müəllim özünü daim təkmilləşdirməlidir. İstər sertifikasiya imtahanları olsun, istərsə də olmasın. Nitqiniz mükəmməl olmalıdır, yeni təlim modellərindən xəbərdar olmalısınız, özünüzü daim təkmilləşdirin, interaktiv dərslər qurmağa çalışın, innovativ fəaliyyətinizi genişləndirin və əlbəttə ki, müəllimlərin işə qəbulu və sertifikasiya mərhələsində yüksək bal əldə etmək üçün çalışın. Sizə anlaşılan, sizin başa düşəcəyiniz nitqi sizə mənimsədə bilən təlimçiləri seçin. Hansı ki, həmin təlimçi danışarkən anlayırsınız, başa düşürsünüz və onun öyrətdiklərini tətbiq etmə qabiliyyətiniz yüksək olur. Aksiyamız davam edir. Hər bir qiymət üzrə endirimli qiymətlərimiz təşkil olunub və çalışırıq ki, hər kəsin büdcəsini nəzərə alıb bu təlimləri quraq. Çünki əsas məqsədimiz qazanc deyil, müəllimlərimizi təkmilləşdirməkdir. İzlədiyiniz üçün təşəkkür edirəm və şərhlərdə sertifikasiya imtahanlarında, müəllimlərin işə qəbulu imtahanlarında və digər müsahibə mərhələsində uğur qazanan, öz uğurlarını bizimlə bölüşən müəllimlərimizə dərin təşəkkürümü bildirirəm. Nə yaxşı ki, mən sizin üçün çalışmışam, nə yaxşı ki, mən dəyərli vaxtımı sizlərə sərf eləmişəm. Və bizim təlimlərə qoşulmaq üçün göstərilən nömrə ilə WhatsApp-da əlaqə saxlayaraq ətraflı məlumat ala bilərsiniz.